Bugün danışırıq feilin zamanları. Feilin zamanları bölünür 3 yerə. Keçmiş, indiki və gələcək. Deməli, zamanlarımız bölündü 3 yerə. Keçmiş zaman, indiki zaman və gələcək zaman. Zaman şəkilçilərinin hamısı qrammatik şəkilçilərdir, leksik şəkilçi deyil. Çünki yeni söz yaratmır bu şəkilçilər. Qrammatikdir. Gəldik, deməli, birinci danışırıq indiki keçmiş zamanı. Keçmiş zaman hərəkətin keçmişdə baş verdiyini bildirir. Və özü də bölünür 2 qrupa. Şuhudi keçmiş və nəqli keçmiş. Şuhudi keçmiş düzəlir. Deməli, d, di, du, dü şəkilçisi ilə. Bu necə yadda saxlayırıq? Şuhudi sözünün son hecası şəkilçisidir. Şuhudi sözün içində onun öz şəkilçisi var. Şuhudi, d, di, du, dü. Məsələn, yazdı, bildi, gəldi. Nəqli keçmiş zaman. Düzəlir mış, miş, muş, müş və ı, bib, o, bib şəkilçisi ilə. Məsələn, yazıb, deyib, yox da gəlmiş, eşitmiş. Mış şəkilçisi ikinci şəxsin təkinə və cəminə qoşulanda tələffüzdə mış şəkilçisinin ş samiti düşür. Məsələn, gəlmişsən, tələffüzdə olur gəlmisən. Deməli, mış, miş, muş, muş şəkilçisinin tələffüzdə ş samiti düşür. Gəlmişsən, gəlmisən. Bəzən sual yaranır ki, bəs bu mı-mi-mu-mi nə şəkilçisidir? Deməli, mı-mi-mu-mi şəkilçisi yoxdur. Dilimizdə sadəcə mı-mi-mu-mi ədatı var. Yazdım mı, oxudum mu, bu da ədatdır. Burada ortada gələn mı-mi-mu-mi deməli mışdır. Tələffüz olunanda şığı düşür. Gəlmişsiniz, gəlmisiniz. Yazmışsınız, yazmısınız. Eşitmişsiniz, eşitmisiniz. Deməli, mış, miş, muş, muş şəkilçisinin tələffüz zamanı ş samiti ikinci şəxsin təkində və cəmində düşür. Qalır mı-mi-mu-mi. Yenə də bu nəqli keçmiş zaman sayılır. Daha sonra, ıb şəkilçisi birinci şəxsin təkinə və cəminə qoşulmur. Yəni, mən yazıbam. Biz yazıbıq demək olmaz. İkinci, üçüncü şəxslərin təki cəminə qoşulur. Birinci şəxsin təkinə və cəminə qoşulmur. Sən yazıbsan, o yazıbdır. Siz yazıbsınız, onlar yazıblar demək olur. Deməli, keçmiş zamanda əsas bizə lazım olan istisnalar bunlardır. Mış şəkilçisi ikinci şəxsin təkinə və cəminə qoşulanda ş samiti düşür. Ib şəkilçisi birinci şəxsin təkinə və cəminə qoşulmur. Daha sonra gəlir indiki zaman. İndiki zaman yaranır ır, ir, ur, ür və ya yır, yir, yur, yür. İndiki zamanda məsələn deyir, bilir. Qrammatik şəkilçisidir. İnkarında mamə şəkilçisi ilə ır, ir, ur, ür şəkilçisində saitlər toqquşluğu üçün ayna ı. 2 sait toqquşluğu üçün mamənin ayı düşür. Qalır mır, mir, mur, mür. Mır, mir, mur, mür şəkilçisi də dilimizdə olmadığı üçün mı ayrı qrammatik, ır ayrı qrammatik kimi təhlil olunur. Yəni, heç vaxt mır bir yerdə getmir. Mı orada inkarı təmsil edir, ır zamanı təmsil edir və ayrılır. Yaxud da deyirik ki, sözə yazaq, oxumur. Oxu sözün kökü, mı inkar, ır zaman. Yazmır, yaz sözün kökü, mı, inkar, qrammatik, ır zaman. Mır götürəmək. Mır şəkilçisi dilimizdə bir yerdə var. İstisnadır. Yağmur. Burada yağdan yağmur leksikdir. Mur var. Bir cür yazılır, qeyri-məhsuldar şəkilçidir. Yəni, dildə çox az istifadə olunan şəkilçidir. Bir dənə orada var. Qalan bu feillərə qoşulan oxumur, yazmır, baxmır, danışmır, dinmir, gülmür. Bunlarda mı qrammatik inkar, ır, ir, urur zaman şəkilçisi kimi oturub orada.
Sonra gəlirik deməli, indiki zamanda da başqa bizə önəmli, lazımlı olan bir şey yox. Gəlirik gələcək zaman. Gələcək zaman bölünür deməli 2 yerə. Qəti gələcək. Bir də qeyri-qəti gələcək. Qəti gələcək düzəlir, acaq-əcək şəkilsi. Məsələn, yazacaq, gedəcək. Yaz sözün kökü, acaq qrammatik. Get sözün kökü, əcək qrammatik. Bunlar qəti gələcək zaman. Qeyri-qəti gələcək zaman düzəlir, ar, ər şəkilsi ilə. Məsələn, görər. Sonra gedər. Qeyri-qəti gələcək zamanda mamə şəkilsi plus ar, ər şəkilsində yenə iki saitin qoşalaşması baş verir. Bu zaman yenə burada a saiti düşür, ar, ərin rı'yı da zıya keçir. Məsələn, bilməz. Təhlil edən zaman bil sözün kökü, m inkar, əz zaman. Qeyri-qəti gələcək zaman. Bunu da maz, məz kimi götürmək olmaz. Parçalanır hər zaman. Yaxud da deməz. De sözün kökü, m inkar, əz zaman. Eşitməz, yazmaz, oxumaz, danışmaz. Qeyri-qəti gələcək zamanın inkarı deməkdir. Sonu az, əz görsəz, qeyri-qəti gələcək zamanın inkarı deməkdir. Yaxşı. Deməli, bu şəkilçilərdən d, di, duydu şəkilçisi idi hissəci ilə homonimdir. Mış, miş, muş, muş şəkilçisi imiş hissəci ilə homonimdir. Ib, ib, ub, üb şəkilçisi fe'li bağlama şəkilçisi ilə homonimdir. Yəni, fe'li bağlamada da ib, ib, üb şəkilçisi var. Sonra ar, ər şəkilçisi fe'ldən isim düzəldir. Ir, ir, ur, ür şəkilçisi fe'ldən fe'l düzəldir. Bayaq var idi, bişmək, bişirmək testdə də qarşımıza çıxdı. Fe'ldən fe'l düzəldir. Acaq, əcək şəkilçisi isim yaradır. Fe'ldən isim yaradır. Məsələn, dayanacaq. Yaxud da deyirəm, yanacaq, oturacaq. Oturacaq. Bunlar da dayan, dayanacaq. Yan, yanacaq. Otur, oturacaq. Leksik şəkilçidə fe'ldən isim düzəldir. Bunların homonimliklərinə gəldikdə dediyimiz isə hissəciyinə ayrı bir dərs kimi danışacağıq. Deməli, hissəciklər zaman şəkilçisindən sonra qoşulur. Məsələn, yazırdı. Bir sözdə iki zaman şəkilçisi heç vaxt qoşula bilməz. Birinci gələn zamandır, yəni indiki zaman. Sonda gələn hissəcikdir. Buradakı d, il hissəciyi. Bir sözdə iki zaman şəkilçisi heç vaxt olmaz. Yazırdı sözündə. Birinci gələn yaz, yazır. O zaman olur zaman şəkilçisi. Oradakı d, il hissəciyidir. Yaxud da imiş. Yazırmış. Yaz sözün kökü, ır, indiki zaman, mış, imiş. Birinci gələn zamandır, sona qalan hissəcikdir. Bu fe'li bağlama olmağını necə tapırıq? Əgər ıb şəkilçili sözə, cümlədə dır, dir, dur, dür qoşa bilirəmsə, plus dır, dir, dur, dür qoşa bilirəmsə, bu zaman ıb, ib, ub, üb zamandır. Məsələn, uşaq dərslərini oxuyub,
oxuyubdur. Testlərini yazıbdır zamanda. Əgər ı-bi-bu-bib şəkilçili sözdən sonra dır artıra bilmirəm və cümlədə başqa bir feil gəlibsə, bu zaman feili bağlamadır. Oxuyub getdi, oxuyaraq getdi. Və onu oxuyubdur getdi demək olmur. Deməli, bu zaman feili bağlamadır. Gülüb keçdi, gülərək keçdi. Gülübdür keçdi demək olmur. Deməli, feili bağlamadır. Sonra ar-ər şəkilçisi feildən necə isim düzəldir? Məsələn, at, açar. Atmaq feildir. Açar orada isim düzəldir. Yaxud da ır necə düzəldir? İtmək, itirmək. Feildən feil düzəlir. Deməli, bu şəkilçilərin hamısı dı-di, du-du, mış-mış, muş-muş, ı-bi-bu-bib, ır-ir-ur-ür, ar-ər, acaq-əcək. Hamısı homonim şəkilçidir və hamısı qrammatik şəkilçidir. Feilin iki zamanının inkarında mamə şəkilçisinin asaiti düşür. Bu hansındadır? Bir, indiki zamanda, bir də qeyri, qəti, gələcək zamanda. İndiki ilə qeyri, qəti, gələcəkdə mamənin asaiti düşür. İndikidə mır, mir, murmur olur. O da təhlildə mı qrammatik, ır qrammatik təhlil edilir. Qeyri, qəti, gələcəkdə maz, məz olur. Mı qrammatik, az qrammatik kimi təhlil olunur. Bu feilin zamanları dərsi. Bugün bir də danışırıq feilin şəkilləri. Feilin şəkilləri bölünür. 1. Əmr şəkli. Əmr şəklinin özünə məxsus şəkilçisi yoxdur. Əmr şəkli düzələr şəxs şəkilçiləri ilə, yaxud da şəxs sonluqları ilə. Ya şəxs şəkilçisi deyirik buna, ya şəxs sonluğu deyirik. Bunlarla düzələr. Bir də əmr ədatları ilə də düzələ bilər. Di, qoy, bax, gəl, gəlsənə, sana sənə, ha, əmr ədatları ilə də düzələ bilər. Məsələn, deyirik ki, mən yazım, sən yaz, o yazsın, biz yazaq və yaxud da siz yazın, onlar yazsınlar. Bunları təhlil eləyəndə mən yazımda yaz sözün kökü, şəxs şəkilçisi birbaşa kökə qoşulur. Sən yaz, heç nə qəbul etməyib, yalnız feilin kökü. O yazsın, yaz sözün kökü, sın, şəxs sonluğu. Biz yazaq, yaz sözün kökü, aq, şəxs sonluğu. Siz yazında yaz sözün kökü, deməli şəxs sonluğu. Onlar yazsınlar, yaz sözün kökü, sınlar, yenə şəxs şəkilçisi. Deməli, bunların hamısı qrammatikdir. Şəxs şəkilçiləri birbaşa kökə qoşulur. Bu əmr şəklidir. Bəzən testlərdə çaşqınlıq yaradır. Mən yazım, məsələn, bunu əmr şəkli götürmür. Deyirlər ki, məsələn, şagirdlərdə bu daha çox rastlaşır. Deyirlər ki, mən yazımda mən özümə əmr etmirəm. Tamam, sən özünə əmr etmirsən. Amma yazım sözündə, yaz sözün kökü. Sən burada cümlənin məzmunundan çox feilin təhlilinə baxırsan. Yaz sözün kökü. Olur şəxs şəkilçisi. Burada başqa bir şəkilçi də yoxdur. Birbaşa kökə şəxs şəkilçisi qoşulub. Bunu biz əmr götürməyib, başqa heç bir şəkil götürə bilmərik. Deməli, biz əmr şəklində ancaq əmr olunan, ancaq əmr edilən cümlələri axtarmamalıyıq. Əmr şəkli əmr, xahiş, məsləhət bildirir.
feil kökünə qoşulan şəxs şəkilcisi bu əmr cümləsini yaradır. Feilin kökünə qoşulubsa, bu əmr cümləsini yaradır. Daha sonra gəldik ədatlarının işlənməsinə. Məsələn, ona nümunə yazaq. Qoy oxusun. Bu cümlədə qoy oxusun. Qoy əmr ədatı. Ədat. Oxu sözün kökü son şəxs şəkilcisi. Bu olur deməli əmr şəkli, əmr ədatı ilə də işlənir. Ədatlar işlənə də bilər, işlənməyə də bilər. Deməli, tək feilin özü də işlənə bilər. Bir də sizə məsələn də qarşımıza çıxsa ki, suallarda feilin hansı şəkli ikinci şəxsin təkində şəxs şəkilcisini belə qəbul eləmir, yəni yalnız kök qalır. Bu əmr şəklidir. Bayaq yazmışdım, sən yaz. Məsələn, sən yaz, deməli yaz burada şəxs sonluğu qəbul etməyib, yalnız kökdür. Yalnız kök olmağına baxmayaraq əmr şəklidir. Deməli, qarşımıza çıxarsa ki, feilin hansı şəkli ikinci şəxsin təkində şəxs şəkilcisi belə qəbul etmir, deməli, olacaq əmr şəkli. Əmr şəkli şəxs şəkilcisini qəbul etmir. Sonra əmr şəklinin özünə özəl dediyi şəkilcisi yoxdur. Daha sonra keçirik xəbər şəkli. Xəbər şəklində özünə özəl şəkilcisi yoxdur. Nə ilə düzəlir? Zaman şəkilciləri ilə. Fərq eləmir. Az öncə keçdik, indiki, keçmiş, gələcək zaman. Yəni, onların bütün şəkilciləri olur xəbər şəklinin şəkilciləri. D, d, mış, miş, mış, mış, bi, bu, bi, ir, bur, ür, ar, ər, bir də aca, qəcək. Yəni, bunun keçmiş, indiki, gələcək olmağının heç bir aidiyyatı yoxdur. Əgər zaman şəkilcisi varsa, xəbər şəkli var. Bunlar da kökə qoşulmalıdır. Məsələn, dedi, yaxud da yeyib, baxır, görər. Hamısı kökə qoşulub. Kökə qoşulubsa olacaq deməli zaman şəkilcisi. Zaman şəkilcisi varsa feilin xəbər şəkli. Harada zaman şəkilcisi var, orada xəbər şəkli var. Məsələn, verər, görər sözü testdə qarşımıza çıxar. Hansı zamanda gələcək? Hansı şəkildir xəbər şəkli? Eyni şeydir, elə ki, zaman şəkilcisi xəbər şəklidir. Özünə özəl şəkilcisi yoxdur. Məsələn, testlərdə qarşımıza çıxa bilər feilin hansı şəkillərinin özünə özəl, özünə məxsus şəkilcisi yoxdur. Burada xəbərlə əmrin özünə məxsus şəkilcisi yoxdur. Əmrlə xəbərin özünə məxsus şəkilcisi yoxdur. Üçüncü yazırıq deməli vacib şəkli. Artıq bunun şəkilcisi var. Malum-məli şəkilcisi. Məsələn, içməlidir. Şəkilciləri qrammatikdir. Getməlisən. Bu da kökə qoşulur, baxın. Kökə qoşulur, qrammatikdir. Vacib şəkil inkarda həm mamə qrammatik şəkilcisinə düzələ bilər, həm də deyil hissəci ilə düzələ bilər. Məsələn, getməli deyil və ya getməməlidir. Getməli deyil və ya getməməlidir. Burada mə də qrammatik inkardır, məli dədir. Mamə inkardır, malı məli vacib şəkildir, dir, durdur, xəbərli şəkilcisi, yəni şəxs şəkilcisidir. Vacibin inkarı iki düzəlir. Əgər suallarda rastlaşsaq ki, feilin hansı şəklinin inkarı həm mamə, həm də deyil hissəci ilə düzəlir, cavab vacib şəkli. Növbəti var arzu şəkli. Dördüncü yazırıq, deməli, arzu şəkli.
Bunun da özel şəkilçisi var. A, ə, ya, yə. Yönlü yal şəkilçisi ilə də amonim şəkilçisidir. Oxuyaq. Arzu edir də. Yaza. Baxa. Arzu şəkli və qrammatikdir. Arzu ədatları ilə də düzələ bilər. Çaş, gərək, təki, bar. Çaş yaza. Gərək bizə gələ. Ədatlarla da əmr şəkli kimi düzələ bilər. Yox, sadəcə elə feilin kökünə a-yə, ya-yə artırmaqla da düzələ bilər. Arzu ədatı işlənən hər cümlə arzu şəklidirmi? Xeyr. Diqqətli olmaq lazımdır. Testlərdə bundan qarşılaşırıq. Məsələn, Çaş dərsini oxusun. Bəzən belə cümlə çıxır qarşımıza. Və biz bunu çaş sözünü gördüyümüz üçün A variantında əgər cavablarda feilin şəklini istəyir, arzu varsa götürürük. Diqqətli olmaq lazımdır. Çaş burada arzu ədatıdır. Sənə deyir, arzu şəklində olan feili seç. Deməli, biz baxmalıyıq cümlənin feilinə. Oxusun. Arzunun da şəkilçisi, arzu şəklinin şəkilçisi A, ə, ya, yə. Əgər feildə A, ə, ya, yə yoxdursa, arzu ədatı işlənməyinin orada heç bir önəmi yoxdur. Heç bir mənası yoxdur. Deməli, burada oxu sözün kökü, oxusun əmr, şəxs şəkilçisi. Deməli, bu cümlədə feil əmr şəklidir. Diqqətli olmaq lazımdır ki, arzu ədatı işlənən hər cümlə arzu şəkli deyil. Bu zaman feilə baxmaq lazımdır. Çünki şəkillər feilə qoşulur. Feilə baxıram, arzunun şəkilçisini axtarıram, a-yə, ya-yə qoşulmuyub. Sın, sin, sun, sunu da şəxs şəkilçisidir. Birbaşa kökə qoşulub, deməli əmr şəklidir. Arzu ədatı işlənməsinə baxmayaraq, bu cümlə əmr şəklidir. Daha sonra davam edirik. 5-ci lazım şəkli. Lazım şəkli düzəlir. Ası, əsi şəkilçisi ilə. Gələsi, gedəsi, yaxud da yazası. Lazım şəkli feilin yeganə şəklidir ki, mame inkarı qəbul etmir. İnkarı yalnız deyillə düzəlir. Məsələn, bizə testdə qarşımıza çıxsa ki, feilin hansı şəklinin inkarı yalnız deyillə düzəlir? Lazım şəkli. Gələsi deyil. Baxası deyil. Deməli, vacibin inkarı həm mame, həm deyillə düzəlir. Lazımın inkarı yalnız deyillə düzəlir. Mame inkar şəkilçisini qəbul etmir. Bir də qaldı 6-cı şərt şəkli. O da düzəlir sa-sə şəkilçisi ilə. Desə, etsə, bilsə. Şərt şəklində şəkilçisi kökə qoşulmalıdır. Birbaşa kökə və feilə qoşulmalıdır. Əgər sa-sə şəkilçisi ismə, sifətə, başqa nitq hissələrinə qoşularsa, o zaman isə hissəciyi olur. Sa-sə ilə bir ki, orada şərt şəklinin şəkilçisi olmur. Məsələn, deyir, gələn Arifdirsə, qoy gəlsin. Arifdirsə sözündə, Arif isimdir. Buradakı sa-sə ismə qoşulur. Bu heç bir zaman şərt şəkli ola bilməz. Çünki biz feilin şəkillər dərsini keçdik. Yəni, şəkilləri öyrəndik feil bölməsində. Biz isimdə, yaxud da sifətdə, zərfdə, əvəzlikdə şəkillər dərsi keçməmişdik. Şəkilləri feildə öyrəndiyimiz üçün feildə də axtarmalıyam. Məsələn, de, desə, et, etsə, bil, bilsə. Mütləq feilə qoşulmalıdır. Başqa nitq hissəsinə qoşularsa, bu zaman isə hissəciyi olar. Oradakı sa-sə isənin qısaldılmışıdır. Yaxud da varsa sözü, yoxsa sözü,
lazımsa sözü. Bunlara qoşulan sasələr də hamısı is hissəsidir. Oradakı sasə şərt şəkil deyil. Çünki hərəkətə qoşulmalıdır. Var, yox, lazım, gərək. Bunlar hərəkət bildirmədiyi üçün buradakı sasələr isədir. Baxmayaraq kökə qoşulub, amma isədir. Bizə feilə qoşulsa sasə və feilin kökünə qoşulsa, bu zaman şərt olar. Məsələn, eşitsə deyər. Eşit sözün kökü sasə kökə qoşulub. Buradakı sasə şərtdir. Yox, əgər bizə desək ki, yazırsa qiymət alacaq. Burada yazırsa sözündə yaz sözün kökü ır zaman şəkilsidir, yəni xəbər şəkli, sa isə. Bir feildə iki zaman şəkilçisi də olmaz, iki şəkil şəkilçisi də olmaz. Kökdə gələn xəbər şəkli, yəni şəkil şəkilçisi isə ondan sonra gələn hissəcikdir. Buradakı sasə hissəcikdir. Sasə dedik nə zaman şərt şəkilçisi olar? Əgər sasə feilə, hərəkət bildirən sözə və kökə qoşulsa, bilsə, etsə, desə, eşitsə, gəlsə, getsə, görsə, baxsa, desə, bunlar şərt şəkli olar. Sasə feilin kökünə qoşulsa, başqa hissələrinə sasə qoşulsa isədir, feilin zamanından sonra qoşulsa is hissəciyi sayılır, şərt şəkli sayılır. Feilin yeganə şəkli şərt şəklidir ki, cümlədə heç vaxt xəbər ola bilmir. Deməli, əmr, arzu, lazım, vacib, bunlar hamısı xəbər ola bilir. Xəbər şəklinin özü belə cümlədə xəbər ola bilir. Amma şərt şəkli heç vaxt cümlədə xəbər ola bilmir. Və əgər testlərdə qarşılaşsaq ki, feilin hansı şəkli özündən sonra vergül tələb eləyir, cavab şərt şəkli. Məsələn, bilsə, deyər. Xəbər ola bilmir, özündən sonra başqa bir feil gətirir xəbər olsun deyə. Ona görə iki feildə ard-arda gəldiyindən vergül qoyulur. Feilin deməli hansı şəkli özündən sonra vergül tələb edir, cavab şərt şəkli. Feilin hansı şəkli cümlədə xəbər ola bilməz, cavab şərt şəkli. Şərt şəkli necə düzəlir? Sasə şəkilçisi ilə. Sasə şəkilçisi hara qoşulur? Feilin kökünə. Başqa nitq hissələrinə sasə qoşulsa, o şərt yox, isə hissəciyi sayılır. Yaxud da feilin kökünə yox, zamandan sonra qoşulsa, isə hissəciyi sayılır. Suallarda qarşımıza çıxsa, feilin hansı şəklindən inkarı yalnız deyillə düzəlir, lazım şəkli. Həm mamə, həm deyillə düzəlir, vacib şəkli. Hansı şəkillər ədatla düzəlir, əmr, arzu şəkli. Hansı şəkillərin özünə özəl şəkilçisi yoxdur, əmr və xəbər şəkli. Bunlarda şəkilçisi yoxdur. Əmr düzəlir şəxs sonluqları ilə, özünə özəl şəkilçisi yoxdur. Xəbər düzəlir zaman şəkilçiləri ilə, özünə məxsus şəkilçisi yoxdur. Feil şəkilləri amonimdirmi şəkilçiləri? Bəli. Xəbər şəkli zamanlarla amonimdir. Vacib şəkli malı-məli feili sifətdə də öyrənəcək malı-məli şəkilçisi var. Sadəcə vacib şəkildəki malı-məli özündən sonra isim tələb etmir. Feili sifətdəki malı-məlidən sonra isim gəlməlidir. Məsələn, deyilməli sözlər. Özündən sonra isim gəlirsə, buradakı malı-məli feili sifətdir. Bir də deyirəm, sözlər deyilməlidir. O zaman de sözün kökü deyil, məhsul növ, malı-məli vacibdir da şəxs şəkilçisi və olur vacib şəkil. Dır dir duru qəbul eləyirsə malı-məli, bu zaman vacib şəkildir. Dır diri qəbul eləmirsə feili sifətdir. Asəsi. Asəsidən sonra isim gəlsə olur feili sifət. Yox, əgər asəsi şəkilsinə dır artıra bilirəmsə, bu zaman lazım şəkli. Gediləsidir. Bu yol gediləsidir. Get sözün kökü il məhsul növ, asəsidir. Burada olur asəsi
lazım şəkli. Bir də deyirik ki, deyiləsi sözlər. Deyiləsi sözlərim var. Burada deyiləsi sözündən sonra sözlər isim gəldiyi üçün olur feili sifət. Amonim şəkilsi, ikisi də amonimdir. Sonra sasə, şərt şəklinin şəkilsi isə hissəci ilə amonimdir. Fərqini izah etdim ki, isə hissəci zamanlardan sonra qoşular. Şərt şəkli sasə feilin kökünə qoşular. Ayə, yayədə arzu şəkli deməli yönlü hal şəkilsi ilə amonimdir. Yönlü hal feilə qoşulmur. Arzu şəkli yenə həmçinin feilə qoşulur. Daha bir şey deyək. Biz baxaq. Bir də deyirik kaş baxaq. Deməli, birinci şəxsin cəmində əmr şəkli ilə arzu şəkli eyni şəxs sonluqlarını qəbul edir. Bəs bunları nədən seçim əmr arzu olmasına? Qarşısında biz varsa, yaxud da əmr ədatı qoy, bax, gəl, gör varsa, sonu aq əki ilə bitən söz əmr şəkli olur və aq ək parçalanmır. Bütövlükdə qrammatik gedir. Yox, qarşısında kaş, gərək, təki barı varsa, yəni arzu ədatı varsa, bu zaman Aə arzu şəklinin şəkilsi, Q şəxs şəkilsi kimi təhlil olunur. Yəni bu məqamda arzu şəkli olanda 2 qrammatik, əmr şəkli olanda 1 qrammatik şəkilsi olur. Sonu aq ək. Aq ək şəkilsi ilə bitən feillər, əmr olanda aq, ək, bütövlükdə qrammatik, arzu olanda A ayrı, Q ayrı. A arzunun Q şəxs şəkilsi, Ə arzu, Ç şəxs şəkilsi kimi təhlil olunur, parçalanır. Yəni 2 qrammatik şəkilsi olur. Arzu olanda qarşısında kaş, gərək, təki, barı, arzu ədatları işlənir. Əmr olsa qabağında ya əvəzli işlənir, məsələn biz əvəzliyi, ya da əmr ədatları. Di, qoy, bax, gəl, gəlsənə. Əmr ədatları işlənirsə, bu zaman əmr olur, parçalanmır, 1 qrammatik şəkilsi olur. Əmrlə xəbər şəklinin özəl şəkilsi yoxdur. Əmrlə arzu ədatlarla da düzələ bilir. Arzu ayə, yayə ilə düzəlir. Vacib, malum əli, lazım, asəsi, şərt, sasə, xəbər zaman şəkilçiləri ilə, deməli, əmr şəkili də şəxs sonluqları ilə düzəlir. Şəkil şəkilçiləri də, zaman şəkilçiləri də hamısı qrammatik şəkilçilərdir. Amonim şəkilçilərdir. Feildə bir dənə leksik şəkilçilər feilin qrammatik məna növlərinin şəkilçiləridir. Yəni məhsul, icbar, qayıdış, qarşılıq, bunlar şəxssiz növ, bunların şəkilçiləri leksik şəkilçilərdir. Digər feildə nə qədər şəkilçi öyrəniriksə, hamısı qrammatik şəkilçilərdir. Feilin zamanları, feilin şəkilləri, feilin qrammatik məna növləri, feilin təsriflənən formaları sayılır. Məstər, feili sifət, feili bağlama, feilin təsriflənməyən formaları sayılır. Feillər təsriflənən və təsriflənməyən olmaq şərti ilə 2 qrupa bölünür. Məstər, feili sifət, feili bağlama, təsriflənməyən, zamanlar, şəkillər, növlər feilin təsriflənən formaları sayılır. Bu qədər.